Bugün nə açırıq? Bugün 2025-ci ildə getdiyim yerlərdən, mənə maraqlı gələn şeylərdən yığdığım əşyalardır. Bunu yəni fikir olaraq 2026-cı ildə də eləyə bilərsiniz. Mən yeni eləyəcəm çünki maraqlı gəlir mənə nələr yığmışam bunun içinə deyə. Belə bir şey çıxır buradan. Kartoçka deyək də, boyunluq. Bunu Asiya Rüstəmliyin komandasında olanda təşkilatçı kimi vermişlər bizə. Oradan xatirə saxlayıram. Daha sonra Əsmərlə Damətin həri günündən belə bir kartoçkamız var. Konfetini yemişəm. Oradan onlara salam göndərirəm. Allah xoşbəxt eləsin. Bu yukulu pijama şeyindən saxlayıram. Bunu niyə saxlayıram? Çünki təlimə qatılmışdım və həmin təlimdə Aytən xanım bir dənə yarışma keçirmişdi və orada mən qalib olmuşdum və qalibə də pijama dəstəyi hədiyyə eləmişdi. O qalib də mən idim, ona görə bunu saxlayıram. Bu klassik avtomobil sərgisindən olan biletdir. Keçən getmişdim, maraqlıydı, videoda çəkmişdim oradan. Sonra onun gözləri gülürdü qala gecəsinə getmişdim. Bu nə vaxt olub? 24 oktyabrda olub. Kartoçkalar bir-birinə qarışdı. Bu da Asiya xanımın qızı İnci düzəltmişdi bu. Asiya xanımdır, bu mənə, bu da İncidir. Bunu da saxlayıram. Bunu keçən bir dənə festivala getmişdim. Adı yadımdan çıxdı. Orada çox maraqlı gəlmiş, mən oradan almışdım. Bunu ümumiyyətlə açarlıqları çox sevirəm. Başqa da burada olmalıydı. Bir dəqiqə. Bunu Nigar xanımdan almışdım. Epoksiden düzəldilib. Açarlıq kimi çox xoşum gəlir bundan da. Bir də bu var. Adım yazılan belə bir şey. Bunda mama almışdım mənə. Oradan xatirə saxlayıram. Keçən ildə səhv eləmirəmsə, bu nəyə oxşur ay Allah. Bunu mən elə bil ki, belə nəsə düzəltmək üçün almışdım. Göy gözümdən olsa bantik düzəltmişəm burada. Yəni bantikdən bu nə alaka abi. Neysə, yəni bir şeylər düzəltməyə çalışmışam. Prosta əl işim olaraq saxlamışam. Momoya oxşamıram burada. Bu da rəfiqəm çəkmişdi şəklimi, ona görə xatirə saxlamaq istədim sadəcə. Bu da şeydi, o bir ara akım çıxmışdı ki, kim nə qədər qəşəng oxşada bilir şəkli, oradan qalan şəkildir. Sonra nə var burada? Olifes keçirilmişdi, yaydaydı səhv eləmirəmsə. İyunda keçirilmişdi, oradan saxlayıram. Bu da Malokaya səhər yeməyinə getmişdik. Gününüz uğurlu olsun deyə belə çox şirin not buraxmışdılar. Bu təbaşirləri niyə saxlayıram? Çünki niyə də olmasın? Təbaşirlə klas oyunu çəkmişdik. Elə xoşuma gəldi, saxladım. Bu bu ələ keçirilən qolbaq, qırmızı ip, deməli şam hazırlamağa getmişdik rəfiqəmlə. Onda qolumuza keçirmişdiyiniz arzu tutmuşdu. Qolumuza şam bağlamışdıq. Qolumuza bunu bağladıq. Sonra arzumuz gerçək olandan sonra güya ki bu düşəsi idi. Amma mən ürəyim sıxıldı. Ona görə mən açdım. Yəni gözləmədim bir də. Sadəcə xatirə olaraq saxladım. Belə bir dənə çox sevdiyim qulaqcığım, yəni qulaqcığımın qulaqlarının hara düşdüyünü demək istəmirəm, ya da deyim, unitaza düşüb. Bəli, yəni çox sevirdim mən bu qulaqcığı. İşte qədər və həmin gün bir dəfə də yerə düşüb qulaq çıxmışdı, taxmışdım onu geri, amma işte ikincidə qurtara bilmədim mən onu. Nəysə olsun. Sonra belə bir biletim var. Bunu da Tufandağa getmişdik, kanata minmişdik. Mən sevirəm də, neyniyim? Bunda
Aytacla McDonald's'da oturanda oradan hədiyyə qazanmışdım. Sonra ikinci dəfə də oturanda ikincisində də bundan qazanmışdıq. Daha doğrusu özümüz seçmişdik onu. Yenə də. Gəmi gəzintisinə getmişdik. Bu 10 manatlıq bilet idi. VIP. Evet. Əsas düşdü, daşınmışdı. Bu elə bir Laçına getmişdi. Oradan xatirə olaraq götürdüyüm daşdı. Bu da dənizə getmişdi. Balıqları getirmişəm oradan. Bir dənə bir şey var. Bilmirəm, onu göstərməyəm, yox. Bu bilirsiniz, bu mənim dişimdə, ağıl dişimdə. Bilmirəm, saxlamaq istədim. Yəni heç bir pəri falan da gəlib oğurlamadı. Oğurlamasın deyə xatirə qutuma qoydum. Nə bilim, bilmirəm. Yəni bir insan niyə belə bir şey saxlasın, bilmirəm, amma mən saxlayıram. Görürsünüz, dəyişir. Wow, fokus.